Bilirsiniz, iqtisadiyyatın Aygün xanım onurğasını təşkil edən orta və kiçik biznesdir. Biz dəfələrlə demişik ki, indi bax buradan efirdən istifadə edib deyirik. Bu kiçik və orta biznes inkişaf etməlidir. Nümunələr yaratmaqla iş bitmir. 5, 3, 10, 15, 20, 50 nümunə yaratmaqla iş bitmir. Azərbaycan şimaldan cənuba, şərqdən qərbə böyük bir ərazidir. Onlarla rayonlarımız var, regionlarımız var. İqtisadi imkanlarımız da var, bəli. Potensialımız var, əmək resurslarımız var, təbii resurslarımız var. Maliyyə resurslarımız heç kimlə müqayisə edilməyəcək qədər çoxdur. Bəs nədən sualı çıxır da? Nədən biz real sektoru istədiyimiz kimi inkişaf etdirə bilmirik? Nədən biz bugün Özbəkistandan deyək ki, avtomobil ixal etməliyik? Nədən biz Özbəkistandan bugün demək ki, soyuducular ixal etməliyik? Edəyik, biz də nəsə verək. Bax, nədən biz bunları istehsal etməyək? Yaxşı, biz niyə edə bilmirik? Bugün mən bir açıqlama verdim mətbuata, soruşmuşlar. Avtomobil istehsalı ölkədə hardasa bu ötən ilin eyni dövrlə müqayisədə hardasa ortalama bir 20% aşağı düşüb. İndi biz bəzi avtomobilləri istehsal edirik də. Niyə düşməlidir ki? Bax, bunun səbəblərini aid olan qurumlar, o qurumların başında dayananlar, o işə məsul olanlar araşdırsınlar, nədən azalır? Nədən 20% bir ildə, 10 il ay ərzində? Yəni, bu ilin 10 ayı, ötən ilin 10 ayı ilə müqayisədə ölkədə avtomobil istehsalı nədən 20% azalıbdır? Nədir bunun səbəbləri? Nə ola bilər sizcə? Mənə bəlli deyil. Siz məni soruşursunuz, mən tam səmimi deyirəm sizə, mənə bəlli deyil. Heç araşdırmağa da qalxmamışam. Çünki büyük verdilər sualı, vaxtım olmalı ki, mən onu araşdırım, böyük bir tədbirdəyik. Və istər-istəməz digər sahələr, digər məhsullar. Bax, niyə görə biz bir çox məhsulları özümüzün xam mal potensialımıza uyğun şərait şəkildə istehsal edib ixrac edə bilmirik?